Abşeron rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Hadisə bu ilin iyunun 17-sində rayonun Hökməli qəsəbəsində baş verib. Ağsu rayon sakini 1975-ci il təvəllüdlü Əhməd həmin gün saat 15 radələrində yaşadığı evdə spirtli içki qəbul edib. Bu zaman qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı İnarə ona spirtli içki qəbul etməsi barədə irad tutaraq belə etməməsini söyləyib. Əhməd bundan əsəbləşərək arvadına yaşadıkları evi onsuz da satacağını və bir daha onun üzünü görməyəcəyini bildirib. Daha sonra isə yumruq zərbəsi ilə arvadını vurub, İnarə aldığı zərbənin təsirindən yerə yıxıldıktan sonra yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr yetirib. Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Hökməli qəsəbəsi Yeni Məhəllə nömrəsiz fərdi evdə yaşayır, zərər çəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayırıq. İyunun 17-sində saat 15 radələrində yaşadığım evdə spirtli içki qəbul edərkən İnarə spirtli içki qəbul etməm barədə irad tutdu. Bundan əsəbləşdim, yaşadığımız evi onsuz da satacağımı, bir daha onun üzünü görməyəcəyimi bildirdim. Daha sonra isə yumruq zərbəsi ilə onu vurub, İnarə aldığı zərbənin təsirindən yerə yıxıldıqdan sonra yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrindən vurdum deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş İnarənin sözlərinə görə Əhmədlə 2006-cı ildə ailə həyatı qurub, lakin nikahları olmayıb. Bizim birgə münasibətlərimizdən 2008-ci il tarixdə bir övladımız dünyaya gəldi. 2024-cü il tarixdən Hökməli qəsəbəsi Yeni Yaşayış massivində ev alaraq orada yaşayırıq. İyunun 17-sində saat 15:00-da Hökməli qəsəbəsində yaşadığımız evdə olarkən Əhməd spirtli qəbul edərək sərxoş halda anası ilə birlikdə evi satacağını, mənə mülkdən heç bir pay verməyəcəyini dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. Həmin vaxt əlimdəki kartof soyuduğum mətbəx bıçağını aldı, sol qolumdan və qarın nahiyəmdən xəsarətlər yetirdi. Sonra məni yerə yıxdı. Daha sonra Elxan boğaz sifət nahiyəmdən əl və yumruq zərbələri ilə vurdu deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu işə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkmişlə barışıq əldə edib. Bu səbəbdən işə baxan hakim onun barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa, Abşeron rayonunda 33 yaşlı kişi sosial şəbəkə istifadə edən həyat yoldaşına xəsarət yetirib. Hadisə bu ilin avqustun 29-da baş verib. Füzuli rayon sakini 1992-ci il təvəllüdlü Asif həmin gün gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Tahirənin onun dediklərinə məhəl qoymayaraq mobil cihaz vasitəsilə sosial şəbəkələrə daxil olduğunu görüb. Bundan hiddətlənən arvadına sosial şəbəkədən istifadə etməsinə görə öz iradını bildirib. Tərəflər arasında həmin məsələ ilə bağlı yaranmış narazılıqla bağlı mübahisə baş verib. Bu zaman Asif arvadının üzərinə hücum edərək əl yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub. Hadisəni törədən Asifin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Tahirə ilə 2021-ci ildə ailə həyatı qurub, birgə nikahdan 2 övladı var. Arvadım ilə əvvəllər münasibətlərimiz yaxşı olsa da, son vaxtlar Tahirənin qısqandığım üçün ona müxtəlif sosial şəbəkələrdən istifadə etməyinə narazılığımı bildirmişəm. Bu səbəbdən münasibətlərimiz pisləşib. Avqustun 29-da gecə saat 1 radələrində yaşadığım evdə olan zaman Tahirənin mobil telefonunda sosial şəbəkədən istifadə etdiyini gördüm. Ona yenidən sözlə iradımı bildirdim. Buna görə də aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşərək
Tahirənin üzərinə getdim, yumruq zərbələri ilə onun sifət, qol və bədənin müxtəlif nahiyələrinə zərbələr vurdum, sonra isə evdən getdim deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu işə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən işə baxan hakim onun barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib. Bundan əlavə Bərdə şəhərində 2004-cü il təvəllüdlü Elşən ofisiant işlədiyi çay evində müştəri olan Elmiri bıçaqlayıb. Hadisə ötən ilin noyabrın 6-sında Nur çay evində baş verib. Elmir ofisiant işlədiyi çay evində 1973-cü il təvəllüdlü həmin zaman orta dərəcəli sərxoş vəziyyətində müştəri qismində olan Elmirə İş vaxtı bitdiyi üçün onun çay evini bağlamasını etdiyi narazılığa görə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı zərər çəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədib, onun divanın üzərinə yıxaraq boğmağa başlayıb. Bu zaman Elmiri onun üzərində qaldırdıqdan sonra da söyüşlərinə davam edib. Elmir çay evinin qarşısına çıxarkən Elşənin ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib, Elşən onun arxasınca qaçıb və həmin çay evinin qarşısında bıçaqla onun döş qəfəsinə bir dəfə zərbə indirib. Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, epilepsiya xəstəsidir, tez-tez tutmaları olur və hazırda yaşlı anasının himayəsindədir. Mən çay evində ofisiant işləyən zaman Elmir oraya müştəri kimi gəldi. Çay evini bağlamaq saatı 12 olduğu üçün bununla bağlı ona xəbərdarlıq etdim. Daha sonra aramızda söz-söhbət oldu. Elmir çölə çıxan zaman mən də arxasınca gedərək onu vurdum deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, həmin zaman içkili olmayıb, zərərçəkmiş şəxsi vurması isə kiminsə göstərişi olmayıb. Həmçinin həmin zaman zərərçəkmiş şəxs içkili olub və kriminal aləmə aid mahnı sifarişi edən zaman sifarişi rədd etdikdən üçün məni söydü. Məni itələyərək yerə yıxdı. Zərərçəkmiş şəxs məni söyərək divanın üstünə yıxdı və boğmağa davam etdi. Daha sonra orada olan şəxs zərərçəkmiş şəxsi həmin yerdən çölə çıxartdı. Lakin o mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətməyə davam etdi. Mən çay evinin tək işçisi olmuşam. Zərərçəkmiş şəxsi bel nahiyəsindən vurduğum bıçağı isə İşdə lazım olduğu üçün iş zamanı üzərimdə gəzdirmişəm. Mən zərərçəkmiş şəxsi vurduqdan sonra işlədiyim çay evinə geri qayıtmışam deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70.1-ci şərti məhkum etmə maddəsi tətbiq olunub, ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.